Ağstafa rayon Ağsaqqallar Şurasının sədri şəhid atası Hüseyn Əzizoğlu vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Hüseyn Əzizoğlu 1-ci Qarabağ müharibəsi şəhidi Şahlar Hüseynovun atasıdır. O, 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Qeyd edək ki, Hüseyn Əzizoğlu həm də rayonda aşıq kimi tanınıb və Azərbaycan Aşıqlar Birliyinin üzvü olub. Salyan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə dünən Köhnə Ələt-Astara magistralının rayonun Seyid Sadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW və Vaz 2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Quyçu kənd sakinləri 1946-cı il təvəllüdlü Naibə Hüseynova və onun gəlini 1969-cu il təvəllüdlü Dilarə Hüseynova Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlarda birinin vəziyyəti ağır olduğu bildirilir. Yaralananlardan digər xəsarət alan bir nəfər isə tibbi yardımdan imtina edib. Salyan rayon mərkəzi xəstəxanasından bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə ağır qiymətləndirilir.